Hamımız arxasını böyüdən, popunu böyüdən müğənnilərdən danışırıq. Doğrudan da onlar çox iyrənc görünür. Bizim hər birimizdə qıcıq yaradırlar. Onlar bilir ki, insanlarda qıcıq yaradırlar. Məhz arxalarını kameraya çevirirlər. Nələr edirlər, hər birimiz görürük. Özlə çılpaqlığına özlərini nümayiş etdirməyə, reklam etməyə, digər formalarda göstərməyə hazırdır və edirlər. Mən düşünürəm. Bunlar arxadan özünə baxmır. Düşünürlər ki, bunlar arxaları böyük olanda daha gözəl olacaqlar. Daha çox, üzr istəyirəm ifadəmə görə də, arxalarını kim üçün böyüdürlər? Mənim üçün böyütmürlər ki. Sizlərin ananız üçün böyütmürlər, bacılarınız üçün böyütmürlər, arvadlarınız üçün böyütmürlər ki, məhz arxalarını bəzi kişilər üçün böyüdürlər ki, onlar bunları bəyənsinlər, xoşlarına gəlsin. Güya onlar düşündür ki, zövq oxşayırlar, da düşünmürlər ki, heç bir zövq oxşamırlar. Və üzümü həkimlərə tuturam. Sizə kim ixtiyar verib ki, siz bunların hər birisindən 10.000, 15.000, 20.000, 8.000, 7.000 manat azeyinlə pul alırsınız, bunları pis günə qoyursunuz. Ümumiyyətlə, mən təbii ki, dövlətimə, hansı ki, Səhiyyə Nazirliyinə, təbii üzümü tuturam, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, təbii üzümü tutub deyirəm ki, bu həkimlərlə də bağlı ölçü götürülsün. Onlara kim ixtiyar verib ki, bu qadınları bax, bu qorxulu bir görkəmə gətirirlər. Həm də küllü miqdarda onlardan paralar, pullar alırlar. Bunların hər birisi mən düşünürəm ki, məsuliyyət daşıyır. Bunların hər birisi məsuliyyət daşıyır və görürlər ki, nə qədər respublikada insanlar bunlara qarşı qıcığı var, nə qədər söz-söhbət yaranır, nə qədər inciklik yaranır TV-lərdə, sosial şəbəkələrdə, elə toyda oynayanda da, nə bilim, məclisdə oynayanda, elə ailələrin bir çoxlarında məhz arxalarını böyüdən müğənni qadınlarla bağlı söz-söhbət yaranır. Bir çoxları ailələri dağılıb, məhz arxalarına görə. Qaynanası deyir olmaz, qaynatası deyir olmaz, gəlin deyir olar. Sara Səfradan xahiş edirəm, müraciətim bu həkimlərlə də bağlı ölçü götürülməlidir.